Nətər dedim, Laoska? Mən 10 ildə girməsəm problem yoxdur. Bana bir ayda girmirəm də, düzəməndə yan yemirəm. 1000 nəfər var, görürsən? Gördün? Baba. Elə xəbərlər yoxdur ya, Sako yayın açmır, çoxların xəbərləri yoxdur. Bir yayın aç görə. Sako 4'te olsun da. Evet, nerede? Ooo! Sağ ol Amalya. Oraları elimdeydi. Elimdeydi şirinim. Dörtlüğü yarat diyende. Bu onun pahalılığını çəkir, Okçu bunun pahalılığını çəkir. Efirdə başqa söhbət edirlər, realda başqa söhbət. Hərfi gücüdür. Yox deyə bu TikTok'da etibar yoxdur. Yayıncılara etibar yoxdur. Vallahi yoxdur. Hörmətli olmaq üçün nə etmək lazımdır? Bəli, elə eləmək lazımdır ki, hörmətli olasan. Reklama gelmişsən. Yağış sat yağıbdı. Ayım deyib bir-birinə. Ona görə şey eləməmişəm. Buyurun. Ya ne oldu? Baboşlu dünən yazmışdı. Ləman qeybətini edirdi. Çapır, Ləman niyə belə edir? Dedim, neyini? Deyir ki, niyə zəng edibdi? Dedim, o yerə zəng edib, sən niyə ağla getmişdin? O yerə zəng edib, sən niyə ağla getmişdin? Qıcıqlandırdım. Zəngi başa düşmüyorlar, ayağa gelməyə başa düşmüyorum. İstəyir tırpalasın. Sonra kimlə danışmışam? Evlimlə danışmışam. Hafta sonu. Hafta sonunun yersi. Bu salamatçılıqdır, deyil görür. Ay başla dönüm. Her şey qaydasındadır, narahatam sənə görə. Bak onu nə yeməkdir? Dondu, düzeldi. Düzeldi yani. Məftun yığmışdı, görən nə olub? Məftun hanı? Məftun yığmışdı, donur. Da düzeldi de, da təpə bildik də zəng gəlmişdi. O nə əcəb yığır? Nə olub görən? O niyə yığıb məni? Video niyə sildim?
Baxdım dedim ki, yaxşı deyil, ayıbdır. Biraz neyse. Neyse olsun, sağ ol ürəyim. Nə var ağayım? Yaman şeydir. Yaman bugün dağıtdırıcı gündür ya. Videonu niyə silmirsən qardaş? Qaqa videonun şeyini, zəng gəlmə, İminava yayında oturanda zəng gəlir də. Gecə gündüz zəng edən, axtaran olmur məni. Yayına girən kimi ən nifrət elə bir ki söyürlər də məni. Qaqa, baxdım gördüm ki, prim zad verəcəm. 100 nəfərə, 90 nəfərə düşmüşdür. Videonu da paylaşıram, istəməz gedirlər, maraqlı zat gəlir. Dedim, ana mən gecəm, niyə prim verim? Yeri gedir. Ona görə çox şey eləmədim. Mənim prim niyə verirəm, evimə? Əkizlə. Yeri gedir, sənə də halım yoxdur. Ya. Hardasan Şirinim, nömrə verirəm, bir dənə zəng elədən mən. Bütün detallarını sənə öyrədəcəm. Bir dənə zəng elədən mənə. Nömrə verirəm, yığ bir dənə mənə. Yığacam, bütün detallarını öyrədəcəm. Doydum. Gözüm yol çəkir. Bezdim ya arvad işlərdən. Yoruldu da ya, ne kadar arvad iş görüyor ya. Bizdir ya. Of, tek yaşamak çətin ya, deyirlər. Hələ kişi feyvalı tutmaq bizdir. İnan Allah'a. Ay kıza ne var? Mesela siz tek yaşayan kız. Bak ben size bir de reallığı danışırsam göreceksiniz. Mesela siz tek yaşayan kız. Ben tek yaşayan kişiyim de. Şimdi biraz bakacak. Ne? Kişi? Aa yok sen, ben. Evet bildi. Yazmayın. İhtiyaç yoktu. Bildim ucu yazırsınız. Gör ne deyirəm. Tek yaşayan kişi necə olur? Bax, çətinlik var da tek yaşayan kişidə. Əylirsən, süpürürsən, qabı yuyursan, filan, beşməkan yeməyə pişirsən, çox çətin olur.
Amma tək yaşayan bəzi qızlar, məsələn, onun üçün variantlar çoxdur. Misal, zəng gəlir ki, salam xanım, sizi şam yeməyinə dəvət edim. Getdi qarnını doydurdu orada, doydurdu. Hə, orada burada keçən bəzi qızlar var ki, gedir, yeyir, içir, edir. Evdə də bir dənə hərəkət görmür. Heç nə eləmir, heç nə. Valla, ciddi deyirəm. Allah hamd olsun, amma kişi üçün elə deyil. Çətindir. Salam necəsən? Salamatçılıqdır.